Deməli, əziz həmvətənlərim, bilirsiniz ki, İlqar Hacıyev Azərbaycanda yeganə iş adamlarındandır ki, haqqı uğrunda mücadilə aparır. Əliyevlər, Paşayevlər hakimiyyəti bilavasitə İlham Əliyevin oğlu və gəlinləri, qızları İlqar Hacıyevin əmlakına neynimlər? Sözün əsl mənasında qonublar. Qısa danışacağıq. Bir saat ərzində çalışacağıq ki, efirimizi bağlayaq. Çünki İlqarın da işi var, mənim də. Mən də bir Ben belə ol, az qardaş. Hə, qəşəng qalsın. Deməli, mən bir də maşın park eləyim. Deməli, İlqar, mənim qardaşım, sən danış, nə baş verir? Sənə nəyə görə 15 il özdə iş veriblər? Niyə 15 il? Yəqin Alyona'nın söhbəti çox ağır oldu. İlham Əliyev üçün öz dilində danışandan sonra İlham Əliyev həmişə özü başqalarını şantaj eləyirdi. Nə bilim, jurnalistləri, mühacirləri, müxalifətçiləri kamera bordu otaqlarına, seks yataqlarını çəkirdi, nəylər eləyirdi. Ancaq bu Rusun sözü var. Bumerang, hətta Rusun sözü yox. O bumerang fırlandı, gəldi, çıxdı öz ailəsinə. Meymanla mən əslində Elşad əziz qardaşım, axtardığımız bir şey ki, bu kimin qızıdır? Götün qızıdır, qodun qızıdır, kimin qızıdır? Bu bilək bu hamı ortaya bir şey salıbdılar ki, bu qodun qızıdır, bu nəyin qızıdır və bizim də haqqımız idi ki, Azərbaycan xalqı reallığı bilsin ki, bu kimdir? Qodun qızıdır, götün qızıdır, kimin qızıdırsa bu məsələni üzərə çıxardaq. Onu məsələ üzərə çıxanda başladıq gördük, bu qodun götün qızı, bu Aleksandrın qızıymış və çox belə xarab nəsildən. Ondan sonra Meyman, bilirsən ki, Meymanın yataq otağını 5 il güdürdülər. Hətta banyosunu, tualetini, hər bir tərəfini Meyman öz sevgilisindən neynibdi, nə qayırıbdı. Onu 5 il Əlin Ağayev oğraş, namussuz, qeyrətsiz bir oğraş. Onu götürüb Meymanı çəkirdilər. Bu da o Beqriyyət mən dediyim Alyona'nın dədəliyidir. 4 Nisanov. Üzrlə hesab edeyim bu kameranı. Bu da Göt Nisanovdur. Alyona'nın dədəliyi İlham Əliyevin əmisindən, nədir, Ramiz Mehtevlə. Deməli, bu məsələ üzərə çıxanda Meyman təklif etdi ki, bu belə bir məsələni neynəyək? Mən də Allahın yanında dedim ki, ay Meyman, o abır hayalı şəkilləriniz adını qoy. Abır hayalı da o idi ki, İqırın qucağında, Sergeyin qucağında, kimin qucağında və İlham Əliyev də çıxsın xalqa bir açıqlama versin. Desin ki, mən prezidentəm, nə bilim, mənim oğlumu da gətirib prezident eləyəcəm, sizin də rəhbəriniz, birinci leydiniz olacaq ki, Alyona Göt qızı. O birbaşa çox yaxşı göstərsin. Sən bilsən ki... Söz istəyirəm, qoy birdən bir dənə haşiyə çıxın, bir dənə söz deyim ki, İlqar qardaşımız niyə belə danışır? Çünki and ol Allaha, bilirsiniz, mən düzə məyəliyəm. Hər zaman mən İlqara böyük qardaş kimi baxmışam. Yəni, Allah bütün dünyamızı dəyişənlərə rəhmət eləsin. Mənim böyük qardaşımın da adı İlqar olub, dünyasını dəyişib. Mən İlqarı tanıyandan demişəm ki, elə bir ki, qardaşımla danışıram. Bu bir reallıqdır. Allah onu canı sağ etsin. Həqiqət. Deməli, İlqar mənə həmişə danışanda deyərdi ki, Elşad, bazar söyüş söymə, yaxşı deyil. Yəni, mən sənə yaraşdırmıram, söyüş olmaz. Yəni, biraz səbrivi bas, yaxşı olar. Amma görürsünüz, indi İlqar kimi adam məcbur olur, yəni göt qızı sözünü işlədir. Əsəbləşir, söyür, təhqir eləyir. Niyə? Çünki İlham Əliyevin üzü götündən qırmızıdır. Çünki İlqar Hacıyev sıradan bir adam olmayıbdır. İlqar Hacıyev İlham Əliyevin o yanındakı o mağara təvəkküllü insanlar və İbrahim Nehrəmli, adını yaza bilməyən Şəruri İspəndiyar və yaxud da ki, Qurtuluş 93 Məhərrəm, yəni hırla zırı qanmayanlar var, Bespantovlar. İlqar Hacıyev onlardan olmuyor. İlqar Hacıyev
öz zəhməti ilə 15, 16, 17 yaşından Rusiyalarda risk eləyə-eləyə, nə bilim kriminallarla, başı qırxıqlarla, polislərlə, amonlarla dil tapa-tapa pul qazanır və Rusiyada qazandığı pulu gətirib qoyubdu Azərbaycana və böyük bir şirkət qurubdu, Akkor şirkəti qurub. Həmin o şirkəti də anası qəhbə, o Zakir Qaralov Duysa oğlu şərik olublar. Bilirsiniz də, Azərbaycanda bu normaldır. Heç kim elə belə iş görə bilməz. Şəriklik məcbur olub. Şərik Məcbur olmamışam olub. bu uğraşla. Bəli. Məcbur edibdilər məni ki, birinci Zakir Qaralov uğraş məcbur edib. Bəli. Şərikliyi. Sonra da gəlib ki, 51%-i İlham Əliyevə, Balaca Heydərə verilməlidir. Bəli. 2010-cu ildə. Mən 2010-cu ildə deyəndə ki, qardaş, necə yanım, mən o boyda 15 yaşımdan işləyib, əziyyət çəkib, şirkət qurmuşam, biznes qurmuşam və mənim başqa şərikim var, dostum var, Allah rəhmət eləsin. Yahudi balası Yuri Moiseyeviç mənim şərikim olub. Dünyasını dəyişib, uşaqları sağ-salamatdır. Yəni bu Yahudilərin Yuri Moiseyeviç'i yada salanda deyirsən ki, bu nə hörmətli, şəxsiyyətli insanlardır. Ancaq Qod Nisanov, Göt pis söz deyil ki, Göt onu məktəbdən uşaq vaxtı Azərbaycanda Qod adından necə yaşamaq olar? Qod adı Azərbaycanda həmişə məktəbdə şillə təpik, onun sinif yoldaşları mənə danışıb. Deyib, texnikumda, məktəbdə bu uğraş boyu 1 metrə 20 santıdır. Bunu Ramiz Mehdievin böyrünə qoy, elə bir Ramiz Mehdievinin bir boydadır. Yəni Ramiz Mehdievini tanıyanlar hamı bilir ki, bu Ramiz Mehdiyev boyu 1 metrə 35 santıdır bu şeylə, nə ayaqqabı ilə. Bu uğraşı da o qədər Azərbaycanda Göt deyə şillə təpiyin altında yetişdiribdilər ki, bu uğraş namusunu, qeyrətini satıb və İlham Əliyevə qoşulub quldurluqla məşğuldur. 2010-cu ildə Zakir Qaralov, Fazil Məmmədov, onda görbagör oldu, getdi. Bir yerdə qoşuldular. Balaca İlham Heydər Götə oxşur, bunun sifətinə bax, bunun satına bax. Ammızığa oxşur. Elə də var. Uğraş namussuz, qeyrətsiz, yaramaz. İş verən, uğraş göt verəndir. Üzü istəyirəm, mən xalqın Elşadın kanalında Elşad söyür, mən çalışacağım bundan sonra deməyim, ancaq bir gün özümə söz vermişəm ki, çıxıb bunlar kimliyini deməliyəm. Namussuz, qeyrətsiz, şəxsiyyətsiz bu uğraşlar deməli 2010-cu ildə Zakir Qaralov, İlham Əliyev, Əli Nağıyev, İlqar Abbasov, Fazil Məmmədov şirkətin 75% yarımını keçdilər, 51% o Əşrəf Kamilovun adına. Əşrəf Kamilov'da kim olduğunu girin Azad Sözdə və yaxud İlqar Hacıyev kanalında baxın. Tural onun qəşəng gedib Londonda bütün adresindən tutmuş evləri də çəkib. Necə ki, Əşrəf Kamilov Balaca Heydərə verib evləri, məndən oğranan pulları. Necə Balaca Heydər, bunlar təzdən bu mənim malım, mülkümü satanda, necə təzdən Əşrəf Kamilovu qaytarıb. Yəni bu Alyona söhbəti elə belə deyil. Alyona söhbəti bu yaramaz İlham Əliyevin oğlu, o görbagör Heydər Əliyevin nəvəsi, yəni 2010-cu ildən bəzilər deyir ki, bu xəstə uşaqdır, bunu niyə dəyirsiniz, niyə eləyirsiniz? Bu xəstə uşaq uğraş 2010-cu ildə Elşad. Əziz qardaşım, birinci dəfə mənim şirkətimi bu uğraşın adından alıbdılar. Əşrəf Kamilov nə alıb satıbsa, həmişə ya Balaca Heydərlə, ya da o küçədə qalmış Lotu Leyla ilə, yəni o küçədə qalmış narkoman Lotu Leyla ilə bir yerdə həmişə bunlar bir-birinin adından mal keçirlərlər, mal satarlar, mal verərlər. O vaxtı yaxşı, sustum, dedim, yaxşı, cəhənnəm olsunlar, ailəm var, uşağım var, mən bunlardan baş-başa nəyə lazımdır? Mənim haqqımı versinlər, mən çəkdim kənara. Ay qardaş, halallıqla 24% yarım qalmışdı, onu da haqqımı vermədilər. O vaxtı arvadı fahişə Əli Nağıyev, İlqar Abbasov, nələr 2010-cu ildən 14-cü ilə qədər
fırlatdılar, o payı da əlimdən çıxartdılar. 24% yarımı. İlqar, O elə Əli Nağıyev demişkən, üzr istəyirəm, burada bir haşiyədən kənara çıxaq. O arvadı fahişə Əli Nağıyevdir bu günləri, milyarderdir. Bax, sənin kimi, məni kimi. Mən sıradan bir adam, mən iş adamı olmamışam, 2 dənə evi olmaq iş adamı deyil. İş adamı İlqardır. Bax, hər şeyini əlindən aldılar. Sən də iş adamısan, niyə iş adamı deyirsən? Sənə imkan versəydilər Azərbaycanda sənin 500 min, 50 milyon olardı. Sənin tutdular, gördülər ki 500 min pulun var, tutdular oğraş bir dənə namussuz, qeyrətsiz o mağarada Mehriban bir yerini yalayan Hacı İbrahim oğraş, namussuz, qeyrətsiz. Hamısı bunların adamlarıdır. Yəni bu Kodner bu həmən namussuz hacıdır. Hamısı bunların İlham Əliyev Paşa evlərində adamı. Ona deyirəm, bax İlqar, sən əvvəlki çıxışlarında mən fikir vermişdim. Demişdin ki, o vaxtı MTN-dən Əli Nağıyevi oğraşdığına, qəhbəliyinə görə qovublar. Və Əli Nağıyevlə sən görüşəndə bu günləri də onun yaşına salaq. 75 yaşı olur Bəylər Əyyubovun, qəhbənin balasının, arvadı qəhbələr. Ən böyük fahişə elə o bəylərdir. Ən böyük fahişə. Ən böyük odur. Bu günləri onun ad günüdür. Bu günləri Bəylər Əyyubovu təbrik eləyən, ona sabırsız girənlərin də arvadlarının, qızlarının dilini onlar da göt insanı onlardır, götdülər. O götə girənlər olduqca bəylər kimi qəhbənin balaları, bəylər kimi şərəfsizlər, rüşvətxorlar, korrupsionerlər gəlib boynumuza binəcəklər. Bu götə girənlərin sayəsində bəylər güya vətənə xidmət eləyirmiş, bəylər prezidentə xidmət eləyir. Yalan deyənin arvadı, qızı qəhbədir, bəylər xidmət eləyirmiş. Və bəylər bir dənə oğraş İlhama xidmət eləyir. Sən demişdin ki, Əli Nağıyev qovulanda o səninlə görüşəndə nə deyib, xahiş edirəm onu denəm, buyur. Ay qardaş, bu Milyonerlər məhəlləsində mənim hamı bilir ki, ofisim var idi. Yəni mən şəxsən orada otururdum. Baş ofis Nərimanovdaydı, metronun yuxarısında. Bir dənə də ofis bu şeydə var idi, Nərimanov prospektində. Yəni 3-4 dənə ofisimiz var idi. Mən də əsas bu Milyonerlər məhəlləsində oradaydı mənim ofisi. Bu gəlirdi saatlarla oğraş Eldar Mahmudov buna götünə təpik qoyanda, gəlirdi saatlarla mənim yanımda otururdu ki, nə bilim, bəylər mənə söz verib, Zakir mənim saat bu korrupsiya müvəqqətidir, mavin, hələ xətibdə dəyirdi ki, bunu korrupsiyanın mavini qoyurlar, bəylər Zakirə tapşırıb, korrupsiyanın mavini qoyurlar. Deyirdi ki, maksimum 1-2 ilə mən gedib o vaxtı hələ MTN idi. MTN təzədən qayıdacaq. Yəni Eldar Mahmudov da bu torbasını tikdi. Hər şeyi bir yerdə gördüyü, bir yerdə şantaj elədiyi işləri, İlham Əliyevin çəkdiyi kasetləri Eldar Mahmudovla bir yerdə eləyirdilər. Onu da Eldar Mahmudov buna su qalıq eləmişdi. Bunu it kimi qovmuşdu. Hətta bəylər onu Eldar Mahmudova heç nə deyə bilməmişdi. Yəni bugün də heç bir Eldar Mahmudova heç qozunu ostura bilmirlər. Evində oturub axranası, kefi, nə bilim oğlu Londonda evi, eşiyi, Eldar Mahmudov bugün də İlham Əliyevin üzürlü hesab bildiyin bir yerinə verir. Çünki nəyə görə? Namussuz İlham Əliyevin bütün ailəsinin kasetləri var bunların. Əli Nağıyevin özündə bu şantajı o vaxtdan başlayırdılar. Bu elə belə deyil ki, Mehman Hüseynovun otağına, yatağına kamera qoyub. Bunlar İlham Əliyevin ətrafının, özünün, arvadının, uşağının kim kimi qayırır, kim kimi nə qayırır, hamısı materiallar bunların əlindədir. Ona görə Eldar Mahmudov oturub Bakıda, villasında keyfini çəkir. Bu namussuz, qeyrətsiz də bəylərin əlindən getdi yavaş-yavaş götə girə-girə, Zakirin götünə girə-girə, nə bilim gəlib mənə yaltaqlıq eləyə-eləyə ki, Zakirin yanında bunun həmişə mənə yalvardı ki, Zakirin yanında məni təriflə. Zakirin yanında məni təriflə. Yəni bu oğraş yadından çıxıb Əli Nağıyev. Gəlirdin, otururdun ki, başını salırdın aşağı ki, məni belə elədilər, belə elədilər. Ancaq mənim arxamda bəylər var, bunların hamısını belə eləyəcəm. Yəni bəylər hamı yaxşı bilir ki, bütün lotuların arxasında Azərbaycan bütün nə qədər kriminal avtoritetlər var, gəlib Avropada cinayət işləri törədirlər.
Hamısını bəylər Eyübov idarə eləyir. Rafiq Eyübov idarə eləyir. Yəni bu lotularımızın, dostlarımızın xətrinə dəyməsin. Həqiqəti söyləyirəm. Onlar hamısı bilir, mən bunların arxivlərini Zakirin otağında baxmışam. Yəni məsələ bu saat lotularda deyil. Hərə öz yolunu seçib, mənə maraqlı deyil. Ancaq bu fahişə, bugün 75 yaşı tamam olan uğraş, bütün xalqın, millətin kimin biznesini əlindən alıb, kimin qohumları, ətrafı, o Robert'i, Vaqifi, hamısı yaramaz, namussuz, şərəfsiz adamlar nə qədər bizim qızlarımızı zorlayırlar, nə qədər bizim xalqın, Azərbaycanlıların biznesini əlindən alırlar. Yəni bu yaltaq uğraşlar İlham Əliyevdən də pis yaltaq uğraş bu ətrafıdır. Əli Nağıyevdir, Zakir Qaralovdur. Nə bilim, Zakir Qaralovun cinayətlərini açdım, qoydum ki, bu səs yazılarını qoydum ki, bəylərlə, Əli Nağıyevlə, yəni bunlar bir yerdə devlətin işinlə məşğul olmaqdansa bizneslə məşğuldurlar. Bəylər Eyübovdan icazə alırdılar. Bu namussuz uğraş, qeyrətsiz uğraş. Mənim pulumla o vaxtı bunu iti qovan kimi qovurdular 2005-ci ildə. O dostu, şəriki Bahattin var idi. Bunu inanmırdı ki, bunu işdən çıxardacaqdılar. Bunu inanırdı ki, bunu işdən çıxardacaqdılar. Bu pul istəmişdi. İlham Əliyev pul verməli idi. Təzədən bu sroka getməyə. Yeni, hər bilirsən ki, uğraş namussuz 20 il şeydə oldu, prokuror oldu. Deməli, o vaxtı bunun şərikləri Bahattin yumurta monopoliyasından Zakir bir vaxt məşğul idi. Buna demişdi ki, mənim ailəm var, uşağım var. 10 milyon pul istəmişdi, verməmişdilər. Uğraşlar götürdülər mənim adıma, kredit aldılar Beynəlxalq Bankdan. O pulu apardı İlham Əliyevə bu şey üzərindən, nədir bu şey var idi, ədliyə, bu nə idi adı? Fikrət Məmmədov. Bəli, Fikrət Məmmədovun 10 milyon mənim pulumu aldılar, bankdan kredit verdirdilər. 10 milyon apardı, Fikrət Məmmədov üzərindən İlham Əliyevə pul ötürdü. İkinci sroka belə gedibdi. Bu anası, bəziləri deyir ermənidir, kimdir. Ancaq anası həqiqətən də Allah rəhmət eləsin. Anasını tanımışam, dəyməyəcəm onun anasını. Ancaq bu özləri, qardaşlar, hamısı namussuz, şərəfsiz, qeyrətsiz, hamısı uğraş. Bir uğraş ki, öz ailəsinə baxmayan uğraşlardır. Baxın, əziz həmvətənlərim, mindən çox izləmə var, bəyənməni vurun. Deməli, baxın, Azərbaycan qanunlarına baxın. Azərbaycan qanunlarına baxın. Ölkənin baş prokuroru İlqar Hacıyevlə ortaq olub, şərik olub. Bax, bu gördüyünüz baş prokurorun zamanında korrupsiyanın generalı olub, Kamran Əliyev. And olsun Allaha, bax, Əli Nağıyevin arvadı, Əli Nağıyev də Kamran Əliyevin arvadını yatağından çıxartmır. Bax, deyirsiniz ki, niyə söyüş söyülür, niyə təhqir olunur? Mən yenə deyirəm, İlqar Hacıyevin bugün belə burada danışmağı mənim şəxsən ürəyimi ağrıdır ki, İlqar dünya görmüş oğlandır, kişidir. İlqar yəni çöl bayır adamıdır. Yəni biz söyüş də söyə bilirik, biz mədəni də danışa bilirik. Baxın, İlqar Hacıyev dünənə qədər, bugünə qədər söyüş söymürdü. Amma görün nə qədər qəhbə olasan ki, ölkənin baş prokuroru ilə ortaq olasan, Əli Nağıyevi tanıyasan birbaşa, Bəylər Əyyubova meşoxlarla pul verəsən, qardaşı Rafiqin əli ilə apara verə İlham Əliyevə. Gör İlham Əliyev nə qədər uğraş, nə qədər peysər, nə qədər cındır adamdır ki, yanında hamısı arvadı qəhbələrdir. Baxın ha, adam görən uğraşlardır bunlar. Bu qəhbənin balası Zakir Qaralov and ol Allaha məni 2 dəfə qəbul edir. Necə yəni, ölkənin baş prokuroru məni qəbul eləyir, məni haqlı sayır ki, vətəndaş haqlıdır, amma mən haqqımı bərpa eləyə bilmirəm. Mən nə deməliyəm, Zakir Qaralov, arvadımın dilini üstünə sileyim deməli deyirəm, oruçluq ayında. Allah keçsin günahımla. Mən deməli deyirəm ki, məni Kamran Əliyev qəbul eləyib, haqlı sayıb. Mən deməli deyirəm ki, ay arvadı qəhbə, ay qızları qəhbə Kamran Əliyev. Və sən ölkənin baş prokurorusan. Sən öz vəzifə borcunu yerinə yetirə bilməyəndə mən, İlqar, digərləri çıxıb nə deməliyik ki?
Elə nə gözəldir. Ha, Peysər Arkadaş hakimiyyəti. başka bir şey saxlamayıbdı İlham Əliyev. Yani məhkəmə sistemi, prokuratura sistemi, məhkəmə sistemi, DTK sistemi ancaq bunların məşğul olduğu iş odur ki, şərlə məşğul olsunlar, iş adamlarını şərləsinlər, cavanlarımızı şərləsinlər, nə bu gəlinlərimizi, qızlarımızı fahişə etsinlər. İlham Əliyev necə özü namussuzdur, İnan mənə bütün ətrafı da belə oğraşdılar. Yəni mən düz demirəmsə, məni tanıyanlar o sözü təsdiq eləyər. Bunların hamısının biləsən, bunların hamısının arvadını İlham Əliyev qayırıbdır. Yəni bunlar bu faktdır. Yəni bu qaçılmaz bir faktlardır. Yəni bunların içərisində mən neçə illərdir yaşamışam. Bunların İlham Əliyevə yaxın olması üçün qızlarını da veribdilər. Yəni fakt Cahangirin qızı. Yəni mən durub yalan danışıramsa, sadece Cahangirin kızı doğdu, üzere çıktı. Bütün dünya bildi ki İlham Əliyev bu Cahangir'in ikinci kaynatası Arif Paşayev değil Cahangir'di. Yani bu faktı. İlham Əliyev de onu neye göre böyle şey eləmişdi? Çünkü o vaxtı Celal Əliyev demişti 2000 ne 2000 deyirəm 90'dan 95'e kadar Mehriban'ın şeydə Celal Əliyev demişdi. Onu mən sözü deməmişəm ki. İlqar, sənə yəqin zəng gəldi, səsin getdi. İlqar, səsin getdi. İlqar, səs getdi, səsin getdi. Yəqin sənə zəng gəldi, səs getdi. Zəng gəldi. Hə, buyur. Deməli o vaxtı Mehriban'da qalmışdım. Mehriban'ı kim qayırır? bu Calal'ın sözüdür. İlhamın əmisinin sözüdür. Deyir ki, Cahangir bunu neçə il şeydə saxlayıbdı, Türkiyədə saxlayıbdı. Bu qarışıq vaxtlar olanda, dədəsini, bu görbagör dədəsini şeydən atlanda Moskvadan. Bu o vaxtı Mehriban bundan küsüb çıxıb qaçıb getmişdi Cahangirlə. Bu da onun acığını çıxartmağa Cahangir'in qızını qayırmışdı. Cahangir qızı da boylu olub uşaq doğdu. Yəni onu da yalandan elədilər ki, güya ki narkoman Leyla bu şeydən Debdondan bu uşağı özünə qızlıq götürüb. Yəni İlham Əliyev bunların hamısının bir-bir. Yəni bu kim ki Petuxdur, bir-birini qayırırlar, arvadlarını da İlham qayırırdı. Yəni faktdır, bu qaçılmaz bir faktdır. Deməli əzizlərim, buranı hər yerdə kəsin paylaşın. Deməli Azalın rəhbəri var idi Cahangir. Cahangir Mehribanın yobru olub, belə deyək də. Natural belədir. Əmisi deyir, mən demirəm o sözü. Yəni əmisinin məktubu var. Cəlal Əliyev deyib, Cəlal Əliyev o vaxtıda elə onu qapının ağzında gözlətdirəndə qayıdıb deyib ki, bu uğraşı başı xarab olubdur. İlham Paşayev oldu, Paşayev. Yəni İlham Əliyev konkret ipini veribdi qəhbə Paşayevlərə. Mən də hər zaman nə deyirdim? Ölkədə ən qəhbə klan Paşayevlər klanıdır. Bax bu günləri Bəylər Əyyubovun yenə deyirəm 75 yaşıdır. Onun bığlarına tökək, onun arvadının qızının dilini üstünə çiliyək. Mən yəni ürəyimin dərinliyindən gələni deyirəm. Niyə? Çünki o qəhbənin balasıdır. O nə dövlət qoruyub, nə dövlətçilik qoruyub. O İlhama qəhbə daşımaqla məşğul olub. And olsun Allah. İlhamın ancaq Bakirə qızlar daşımaqla, onu bunu yüklüyüb uşağını şərrətdirib tutturmaqla məşğul olub. Bugün Bəylər Əyyubovu təbrik eləyənin anası, arvadı, qızı qəhbədir. Bir dənə barmağınızı qatlayın. Peysərdilər bunlar, peysər. Bir barmağınızı qatlayın ki, Bəylər Əyyubov Azərbaycan xalqı üçün, Azərbaycan milləti üçün nə edibdi? Onun arvadının, anasının, qızının dilini üstünə tutarım. Niyə? 3 dəfə Bruseldə qabağına çıxmışam. İlham Əliyevlə pəncərədən baxıb. Gecə 11-də getmişəm Bəylər Əyyubovun 3 dənə, 4 dənə axranası ilə danışmışam tək. Nömrəmi götürüblər, zəng eləməyiblər. Bu Bəylər İlhamın harasını qoruyur? Sənin mən olmayan qeyrətivə soxum. Sənin generallığına soxum Bəylər Əyyubov. Görsən necə faktlar çıxır. Bax, Mehriban Əliyeva buranı indi İlqar Hacıyev birdə deyəcək. Xahiş edirəm bu yerini hər yerdə kəsin, paylaşın. Bu bir sensasiyadır. Gəlin qəhbə, qız qəhbə, arvad qəhbə, Peysər İlham Əliyev. Dünənə kimi İrana eləyirdin, ultimatum verirdin ki, sərhədə bir nömrəli həyəcan, İran görəcək, şərəfsiz, mərəfsiz.
Qəhbənin balası bu günləri İrana yardım göndərirsən. Xalqı dolamısan. Ay qardaş, bu Alona məsələsini yad-yut etmək üçün o fahişə Mehribandan sonra danışarıq. Fahişə hamı bilir ki, Buyur. Cəlal Əliyev deyib ki, fakt mən bildiyim 14 adamı Cəlal Əliyev sahibdir. Yəni mən demirəm, o mənim sözlərim deyil. Girin, baxın, girin köyünə Cəlal Əliyevin, Mehriban Paşayevadan deyilən sözləri girin, baxın. Deyib mənim qardaşım oğlu loxdur. Bu fahişə də o 14 dənə faktiki kişi ilə olubdu. O mənim işim deyil. Yenə deyirəm, bu dərəcəyə bunlar çatdırıbdılar ki, özləri fahişə ola-ola cəmaatı şərləməklə məşğuldular. Ay uğraş, ay namussuz, ay qeyrətsiz. Bunu yaxşı, bu İlham Əliyev gözündən görən uğraşdır. Ay Vod Oğraş, ay Vladislav Oğraş Yusupov, ay Oğraş namussuz, qeyrətsiz German Zaxaryayev, İsay Zaxaryayev, Oğraşlar, namussuzlar, siz gedib bir dənə əxlaqsız ailəyə xidmət edirsiniz. Cəmaatı bədbaxt. Bu Oğraşı saxla bir kamera orada hamı bilsin. Bu Vladislav, anası qəhbə, Oğraş namussuz, qeyrətsiz. Bunu mənim üzbə gətirib diriyibdilər. Qodun əlinin altında, deyəsən qodun götdən qayranıdır. O qonların içərisində ən çox bunu götündə gəzdirir. Yəni mən bunu, bu da Oğraş namussuz, şərəfsiz, qeyrətsiz German Zaxaryayevdir, namussuz. Bu yaramazlar hamısı İlham Əliyevin aftafasını gəzdirib, cəmaatın torbasını tikirlər. Qardaş, mən yalan deyirəmsə, o Sadavodda çalışan Azərbaycanlılarımız. Bunun da bir qardaşı var, Alek Yusupov. Götveren Oğraşın biridir. Bu İsay Zaxaryayev, German Zaxaryayev, Salamon Zaxaryayev. Hamınız qəhbəsiniz, hamınız işverənsiniz. Namussuz, qeyrətsiz, şəxsiyyətsiz, özünüzü, adınızı biznesmen qoymuşsunuz. Qardaş, hamı yaxşı bilir ki, siz nə ilə məşğulsuz? Pul yumaqla siz məşğulsuz. Ay cırıqlar, ay oğraşlar, mənə statiya qoyursunuz ki, mən pul yumaqla məşğulam. Ay oğraşlar, bütün xamat bilir ki, ay German Zaxaryayev, sənin Sadavodda, bu Food City'də, hər yerdə bu pul, qara pulları, çirkin pulları yumaq və bütün dünyaya Rusiyadan pul çıxartmaq, pul gətirmək, ay namussuz şərəfsizlər, siz eləyirsiniz. Ondan sonra da gediblər, əziz qardaş, çox maraqlı bir məsələ var. Deməli, bu biznesi mənim əlimdən alanda, bu anası qəhbə Vladislav Yusupov gəlib Vernatskaya, güya ki, bəhənə axtarmalıydılar ki, mənlə nəsə eləsinlər. Güya ki, baxırdı proyektlərə, zada qodun adından. O Oğraş deməli, neynibdilər? Bu məsələni ortaya qatanda deyibdilər ki, Balaca Heydərə verməliyik. Saulla, qodun oğlunla. Balaca Heydər şəriki olurlar bu binada. Biz də sənə Sabyaninlə iş alıb verərik, neynəyərik. Ondan sonra bu Balaca Heydərin adından, özün bilirsən ki, 1000 dənə videolar var. Necə Qod Nisanov quldurlarından mənim ofisimə girir, necə mənim ofisimdən pulları çıxardırlar, necə mənim inşaatlarımı zəbt edirlər. Yəni, bunlar hamısı açıq-aşkar videolar var. Bunu girib, axtarıb İlqar Hacıyev vursanız orada tapasınız. Qod Nisanov vursanız girib tapasınız, görəsiniz. Deməli, bu Oğraşdan Vladislav Yusupovla, əziz qardaşım, mən Azərbaycanda heç bir vaxt görüşməmişəm. Götürüb işin içərisində ərizə yazıbdı bu Ramil Yusupova, bu şərəfsiz Oğraşa. Deməli, ərizə yazıbdı ki, güya ki, Heydər Əliyev aeroportunda mənə, nə bilim, pul veribdi. Akazvayetsə, sənin xəbərin yoxdur. Gör, bunu Heydər Əliyev əsas şəhid oymuş. Mən pulu verəndə, onlar mənə pul verəndə, əsas bunların sənətdə görbagör akazsa Heydər Əliyevdir. Bunların ən əsas şahidi ki, aeroport Heydər Əliyevdə
Bu düşünürsən təsadüfdürmü ki, Heydər Əliyevin adından məndən biznes alıbdılar. Heydər Əliyev aeroportda da şəhərləyirlər ki, mənə pul veribdilər. Bu təsadüfdürmü yoxsa həqiqətən də görbagör Heydər Əliyev orada çıxıb bunların şəhidi olub. Bəlkə o verirmiş pulları, mən bilmirəm. Hayır, hayır. Heydər. İlqar, mənim qardaşım, bayaqdım Azad sözdə mənə dünən göndərəndə, orada belə bir, Tural belə bir söz işlətdi ki, Alyona Əliyevaya görə sənə bu 15 ili veriblər. Yəni, necə olur, sən Alyona Əliyevanın, yəni bu yayılan bu videolarında nəsə bir əməyin var, nəsə sənə də bir məlumat daxil olub. Yox, hər dəfə baxıram mən də onu paylaşır, bütün Azərbaycan bilir ki, artıq Mehmanın demək olar ki, o çəkdiyi videolarda sən də qısa bir 3 dəqiqə, 2 dəqiqə, 5 dəqiqə fikrini bildirirsən. Yəni orada Elə 15 il o çək. videolar gəlir, yoxsa sən maddi dəstək olmusan Mehmana, nə baş verir? Yəni nəyə görə Azad sözdə Tural da dedi ki, Alyonaya görə 15 il veriblər sənə. Yəni niyə sən prezidentin gəlinin qəhbi olduğunu, bu günləri sənə İlham Əliyev təşəkkür eləməlidir. Bu günləri Mehriban Əliyeva sənə təşəkkür eləməlidir ki, sən və Mehman onların gözünü açdınız ki, Alyona tırıq olub, valik olub, soska olub, bar qızı olub. Bunu deyən adama yanına çəkib, alnından öpüb, onun yanında saxlamaq ki, bu kişi oğlu kişidir, həqiqətləridir. Tam əksinə, Alyonanı qayıran Sergey, Andrey, İvan, o birisi, bu birisi Petrov qalıb qıraqda. Kimlərin qucağında gəzir, onlar qalıb qıraqda. Bu günləri İlqar Aziyevə 15 il, mənə 9 il, birinə 14 il, Qabilə 15 il, Manafa 9 il, 8 il, Süleyman, Orxan, bütün danışan adamların hamısına cinayət işi açıblar. Biz Alyonanı qayırmışıq ki, bəyəm, yox. Nəyə görə, yəni, bax, o söz deyilir ki, Alyonaya görə sənə 15 il verilib. Buyur mənim qardaşım. Əziz qardaş, faktdan danışaq da. Mən əsas bu işə nəyə görə qoşulmuşam? Mən bu Meydan TV-də Mehmanın bu qızın adı nədir bilmirəm, reportajına baxdım bunların. Orada Mehman oturub danışandan sonra həqiqətən də mənim bir gənc Azərbaycanlı, bizim namuslu, qeyrətli oğlumuz kimi ürəyim ağrıdı. Ondan sonra nə Mehmanla yazışdıq, dedi, yəni bir qardaş kimi dəstək verdim, dedim, ay Mehman, yaramazdılar. Sən çox sağ ol ki, yəni bunların fitvasına getməmsən, xalqın sözünü susmamısan, çıxıb demirsən ki, hətta sən dədəni aparıb incidirdilər, dədənin seks kamerasını çəkibdilər, qardaşına seks səhnələrini göstəribdilər, nəylər göstəribdilər və bir qardaş kimi danışdıq, elədik bir balaca, ona dedim ki, işdir də, indi kişisən, çox şükür, sən çıxıb xalqın gözünü açdın ki, sübut etdin ki, İlham Əliyev və Əli Nağıyev cəmaatın yatağını güdürlər, cəmaatın otağına girirlər, cəmaatın qızlarına bu saat deyirlər ki, Azərbaycan xanımından niyə danışırsınız? Birinci Azərbaycan xanımı deyil, bunu birinci ledi etmək istəyirlər, ondan sonra bilmirəm nə zibil etmək istəyirlər, ondan sonra Mehmanla fakt da deyim necə olub, bu Polat Oğraş Yaltaq, namussuz, qeyrətsiz bir Oğraşın biri də. Onu da bu şeydən Azərbaycandan, yəni bir yerdən gəlib o birisi yerə keçirəm. Bu Polat Oğraşı da o vaxtı Azərbaycanda nazir olanda bunu Mehribanla, bu dediklərinə, Elman Bayramovun dediklərinə görə tutmuşdu İlham Əliyev. Bunu ona görə qovmuşdu Rusiya səfirliyə, Rus səfiri etmişdi. Yəni bu nazir adam idi. Azərbaycanda oturmuşdu. Bunu göndərdilər Rusiya. Bu Poladın donbalmış bir şəkili gəldi mənə. Mən də bu Poladın donbalmış şəklini Ayşad qardaş göndərdim Mehmana. Və həmən günü danışdıq ki, qardaş, nə olur olsun, bu Qod Nisanovun qızı deyil. Bu Qod Nisanovun bəlkə qızlığıdır. Bəlkə yəni qanunsuz qızıdır, ola bilər. Biz oyunda bilmədiyimiz bir şeyi necə eləyək? Və özümüzə bir söz verdik, qərar verdik ki, bu işi araşdırmalıyıq. Alyona işini. Yəni, heç kim orada axtarmırdı ki,
Alyonanı Azər qayırır, Alyonanı İqır dayı qayırır, kim qayırırsa, yəni o maraqlı deyil. Maraqlı o idi ki, bunu axtarıb çıxardaq, bir görək bu kimdir. Bu Mehman da özün bilirsən ki, xalqa həmişə nəyi göstərir ki, İlham Əliyevin ailəsi pulları oğruyur və sizin pullarınızla, pensiyanızla, maaşınızla, uşaq pulundan Alyonalara sumkalar alır, nəylər alır. Və xalq da ona yazır ki, bu milyarderin qızıdır, Qot Nisanovun qızıdır. Yəni bu ala bilər də. Üzrlə hesab eləyin, biraz soyuqlamışam Elşən. Ancaq da vacib məsələdir. Xalqın üzrə hesab bir həftədir xəstə idi İlqar Aziyev. O 15 il cinayət işi veriləndən sonra danışa bilmir. Srokdayam, bir həftə srokdayam. Mənim də 3 ayım tamam oldu mənim qardaşım. Maşallah. Nəsə bir qərar verdik ki, bu məsələni bir araşdırıb ortaya çıxartmalıyıq. Və biri deyirdi, bu Yahudidir, biri deyirdi, odur, budur. Mən öz kanallarıma, Mehman öz kanallarına biz də bu axtarış verəndə gəldi, nəylər çıxdı əlimizə, gəldi, nəylər oldu Mehman zəng elədi ki, qardaş, bu məsələni Alyonanın kimliyini üzərə çıxardan adam var, bizdən pul istəyir. Dedim, qardaş, nə qədər olur olsun mən sənin yanındayım. Nə qədər olur olsun xalq bilməlidir həqiqəti. Mən də qardaş, əlimdən gələni o olub ki, Mehmana dəstək olmuşam, o materialları pulla Mehman alıbdır. Aydınlıq gəldi. Yəni, xalqda fikir var idi ki, İlqar Aziyevin də əlaqələri güclü olub, Rusiyada yəni tanınmış insanlarla. Rusiyanın ən böyük agenti İlham Əliyevdir. İlqar Aziyevə göndəriblər, amma tam aydınlıq oldu ki, Mehmana çıxıblar, yəni maddi dəstək, o kim ki deyib ki, satıram bunu, həmin o satış qiymətinin ödənişini İlqar eləyibdir və həmin o faktları alıbdır. Yəni, bunun davamı gələcəkmi? Yəni, bu başqa... Dünənləri mən baxdım... 15 il vaxtımız var, 15 il srokumuz var. Bunun vaxtı gəldi. Bunun hələ... Malyonasına gələcək. Şeydən danışırdı, nədir o? Əlin Ağıyevin qəhbə qızından danışırdı ki, şeyin də məndə görüntüləri var, nədir? Əlin Ağıyevin qəhbə qızı. Özü Əlin Ağıyevin də qızı, babat şeydə, qoy göstərim bir dənə. Bax, buradadır. Əlin Ağıyev hazırlaş. Ramazandan sonra şeydir, bazlıq başlayır. Buna bax İlqar. Deməli, Mehman deyir ki, Əlin Ağıyevin də qızının yataq videoları var. Yəni, bunun videolarını almaq üçün pul buraxmamısan, sənə deməyib Mehman, yoxsa hələ xəbərin yoxdur? Hələ müraciət etməyib, ancaq müraciət etsə eləyərəm. Deyir, dünənlərin canlıda dedi ki, Əlin Ağıyevin bu qızının da seks videoları var. Bugünə kimi də vaxt qoyublar ki, bir gicdila biri var, İlham Sevər. O deyir, çıxıb üzr istəməsə, Əlin Ağıyevin bu qəhbə qızının seks yatağı yayılacaq. Amma mən də buradan deyim ki, Ramazan qutarandan sonra Əlin Ağıyev narahat olma. Elə hər gün qızımın ağzına verəcəm. Yaxşı? Sənin Əlin Ağıyev, sən ailəvi qoruya bilmirsən, qəhbənin balası, sən necə dövləti qoruyursan? Sən maşeniksən, sən paqon altında paqon ol, dövlət təhlükəsizliyi naziri. Sən bir dənə şou düzəldirsən. Rusiya ilə problem olanda Rus evi, Rus agenti tutuldu. İranla problem olan kimi Sepahın adamları tutuldu. Qəhbənin balası İlham Əliyev, Əlin Ağıyev bu günləri İrana yardım göndərir. Bax, tutduğun adamları niyə yalandan tutmusan, hə? Sən nə şou göstərirsən? Tutduğu adamları Tural açıqlama verdi. Qardaş, 2 il, 3 il bundan qabaq narkotiklə şərlənən bəlkə adamdır. Hələ biz bilmirik ki, bu real narkotiklə tutulubdur, yoxsa şərlənibdir. Deməli, İlham Əliyev Alyona söhbətini, yəni Alyona söhbəti hara gedirsən, bu söhbət qutarmır, bu Mehman, neyinibdirsə, bu Alyona söhbəti qutarmır. Deməli, bu Alyona söhbəti tutarmaq üçün, yəni bu adam öz namussuz, qeyrətsiz İran çıxdı, dedi ki, qardaş, mən vurmamışam, mən bu işi görməmişəm. Deməli, sərhəd bağlı. İran vurubdursa, sənin bu deyirsən ki, mən beləyəm, eləyəm. Niyə vurmamışsan ora göydə gələndə, nəm raketlər gələndə, çıxıb deyəndə deyirsən ki, mən Qarabağı aldım, mən belə, oğraş, namussuz, qeyrətsiz. Necə İran
qapalı bir yerə, ölkə bağlanmış bir ölkəyə raket göndərir. Götürdü, onu şou etdi. Özləri vurdular. Hələ yaxşı ki, Allah qoruyub bizim milləti. Gedib o məktəbi vursaydı, gör nə qədər uşaqlarımız rəhmətə gedəcəkdi. Bəlkə də məktəbi vurmaq istəyirdilər. Gedib raket biraz özləri kimi əyri raketlərdir. Gedib əyri düşübdü. Elşad. Yəni bu məsələ fakt göstərdi ki, bu adam faktla danışaq. Mən başqa bir şey görün. Bir gün gedir İran səfirliyinə, Xomeyniyə başsağlığı verir. Səhərsi günü götürür raketlə vurur və o Əlin Ağayevi, o Yaltaqlı, Ramil Usubov, Oğraş, Nəsili Qəhbə, bunlarla bir yerdə qoşulub mənə şər atan Oğraş, namussuz. Bir yerdə otururlar orada, bu Oğraşları da qabağına yığıb, buymuzlu heyvanları. Və orada ay başlayıb ki, dəmir yumruq belə getdi, İranlılar biz sizə belə eləyəcəyik. Və orada da gənə dəmir yumruqdan danışır. Mən də deyirəm ki, sənin dəmir yumruğun bir də Alyonanın amcığına girə bilər. Başqa bir yerə yox, İlham Əliyev. Sənin bir dənə faktla sənə deyirəm ki, sənin dəmir yumruğun ancaq Alyonanın bir yerindən məşğul ola bilər. Mənim Azərbaycan xalqından üzürlü hesab ediyim, məni o dərəcəyə çatdırıbdılar ki, mən büyüm qardaşımın kanalına çıxıb, öz qardaşımın kanalına çıxıb sözümü deyirəm. Bundan sonra söz verirəm, əmin olun mən söz söyməyəcəm. Çünki mənə yaraşan deyil, mən bunların tayı deyiləm. Evet. Bu namussuzların, qeyrətsizlərin ancaq büyüm bunlar kim olduğunu oturub onu deməliyəm. Xalqımıza həqiqəti açmalıyam. Oğraş namussuz öz xalqını vurdu ki, nədə çıxsın yenə Müzəffər, nəm lider, nəm Oğraş lider. Ay Oğraş, sən bir ailəni qoruya bilmirsən, sən bir ailənə baxa bilmirsən, sən nə lidersən, sən xalqı yenə xalqın uşaqlarını niyə qırdırmaq istəyirsən, niyə bizi İranla düşmən etmək istəyirsən, nəyə görə sən bunları elləyirsən, nə oyunlardır, sən bu oyunlarını hamı bilir ki, burada bir şey yoxdur. Mən yenə deyirəm, mənim Yahudi millətini də sevirəm, hər bir milləti sevirəm. Mənim kimdənsə bir problemim yoxdur. Sən çıxıb açıq deyə bilmirsən ki, məni Yahudilər idarə edir. Mən çıxıb bunlara deyə bilmirəm ki, siz buradan İranı bombalamayın, ya bir şey eləməyin. Bir bəhanə axtarıb tapmalıyam, Alyo söhbətini yatsızdırmalıyam. Götürüb öz millətimi, öz bombalamalıyam. Oturub gənə namussuz, qeyrətsiz. Alyonadan sonra o da hara gedirsə, bax xalqımız yazsın. Nə düşünürsünüz? Bu Alyona söhbəti açıldı. İlham Əliyevin qabaq hamı bilirdi ki, narkomandı, qumarbazdı, arvadı Lukashenko'ya verəndi, nədir? Bu, yəni fakt yox idi ortada. İlham Əliyev də peysər gəzirdi, bir şey eləmirdi. Ancaq Alyonanın bu qədər faktını ortaya qoydu Memar. Azərlə öz doğmaca bacısı oğlu Alyonanı saxlayıb sonra balaca Heydərə veribdi. Yəni bunları açıqlama olandan sonra bu adam artıq hamı bildi ki, bu qabaq nə deyilirdisə, bu 100% həqiqətdir. Bu çıxıb sənin sözün olmasın. Meymana, mənə sağ ol deməkdən ki, yəni sən kişisənsə, hər bir adamın başına gələ bilər, hər bir insanın başına gələ bilər. Yəni, hər bir nəsildə qəhbə ola bilər. Bu məsələ o deyil ki, kiminsə nəslində qəhbə çıxmaz, kiminsə nə olmaz. Yəni, hər adam özünə, ailəsinə cavabdehdir. Yəni, bu başqa bir kiməsə cavabdehlik daşımır. Sənin bu, qohumların bu çıxıb narkotiklə Yunanistan'da tutulanda, o bizlər, yəni bu faktlar hamısı biz gən deyirdik ki, bu sənin öz uşaqların deyil ki, kimsə qohumundur da, nə dəxli var? Hər birimizin ola bilər. O, kimsə kiməsə görə Elşad qarantiya verə bilməz. Bu namusu çıxıb mənə Meymana sağ ol deməkdən, bu Oğraş götürdü mənə 15 il iş srok verdi. Yəni, indi xalq həqiqəti gördü ki, ay Oğraş, məndən toplam Rusiya, Azərbaycan, nə bilim, Qazaxıstan, Özbəkistan, mənim bizneslərimin olan yerlərdən 5 milyardlıq məndən oğurluq etmişsiniz.
Mənə şər eləyirsiniz ki, 10 milyon mənə Görbagör Heydərin böyründə pul verimsiz. Güya ki, Görbagör Heydər şəhid olubdu. Yəni, reallıqla şəhid olan adamları da bilirsən kimi qovdular. Bir Elşad, üzrlü hesab elə, yəni hər nəsildə bir oğraş çıxa bilər. Bir oğraş... İndi nəsillərin oğraşları çoxalıbdır. Çünki ölkəni oğraş qəhbəxanaya çevirən elə Heydərlə İlham Əliyev oldu. Ay qardaş, İndi deməli, yaşlılar bərmaqla sayılasıdır. Əvvəl hər nəsildə bir dənə, iki dənə qəhbə olardı, oğraş olardı. İndi hər nəsildə bir dənə, iki dənə sağlam. Ay qardaş, böyük bir şeydir. Fakt deməli, mənim oğraş şey də eləyə bilmirəm. Mənim qardaşım oğludur. Deməli, bu oğraş anasını qəhbəli üstündə qardaşım boşamışdı. Mən də dedim, uşağın nə günahı var uşaqların? Bunlara, yəni bölümdə deyəndə bunların evindən tutmuş, institutdan tutmuş, universitetdən tutmuş bölümdə yetişdirmişəm. Bunu Rusiyaya mən gətirəndə, bunu bu oğraşlar, bu Vladislav Yusupovla İsay Zaxaryayev, bunun adına mənim mülklərimiz adım var idi. Bunu deməli öyrədirlər, oğraşı, bu zavru. Bu məni 2017-ci ildə məni zəhərləmişdi. Yəni, 2017-ci ildə Moskvada, bu Rublyovkada mənim bağımda, Elşad, mənim mühafizəçim Mişa olmasaydı, mən bugün burada mümkün deyildi onlar. Yəni, bu oğraşlar orada oturubdular 2017-ci il noyabrda, Elşad. Deməli, oturubdular, iş qurubdular ki, Zaur, sən, mən də başqa adam yaxın buraxmırdım, bilirdim ki, Zakirgil ilə İlhamgil düşmənlidir. Mənim evimə girəndə kim ola bilər? Oğraşlar gedib, qabağı deşik anası fahişə olan bu oğraşı deyibdilər ki, bu Akord Smart Kvartal sənin adındadır, sənin olacaq, Piragovski Ribeira olacaq German Zaxaryayevin, İsay Zaxaryayevin, Salomon Zaxaryayevin, bu Vernatskayda olacaq balaca Heydərlə Saulun. Bu oğraş gələr. Mənim də qonaqlarım gəlmişdi. Bu, bilmirəm, indi günah götürə bilmirəm. Şakir var, prezident aparatında işləyir. O gəlmişdi. Onunla bir yerdə bağda Elşad. Yeyib düşüb o vaxt mən, bu dəqiqə mən içki içmirəm. O vaxt yeyib, cavan yeyib içən vaxtım idi. Bu, yalandan mən durum bunlar kimi namussuz vaxt olub, əlimə gələni, elə qodum bütün oteldə 7 il yaşayanda bütün orada yaxınlarının hamısını bir-bir qayırmışam. Özləri də bilir. Bütün ətrafında olanlar 7 il oteldə, nə var bu, həqiqətdir, durub bunu o vaxt mənim də yeyib içən vaxtı, deməli, bu oğraş gətirib bizə çaxır, içki zat gətirib və gəldi, bir saat bizlə oturdu. Bəyənin paylaşın, çox ciddi məsələlər açıq. Səs gəlmir, Elşad, səsin gəlmir sənin. Deyirəm, bəyənməni 1300 nəfər izləyir, YouTube telefonla baxanlar 2 dəfə belə ekrana vurun ki, YouTube bizi önə çıxarsın və salam. Görün ki, necə bu videonun əsas kulminasiya nöqtəsi harda oldu? Aeroportun keçmiş böyüyü Cahangir necə Mehriban Əliyevanın yobru olub. Bu açıqlama oldu. Mən deməmişəm, onu əmsi deyibdir. Rəhmətli Cəlal Əliyev deyib, Allah ona rəhmət eləsin. Mirşahinə də yaxşı deyib. Fahişənin də adını qoyubdu. Mirşahinin də, Raufun da adını qoyubdu. Elə o vaxt söyüb damsını. O deyibdi ki, Cəlal Əliyev deyib ki, Cahangir Hacıyev o vaxt İlhamla, mən də onu neçə dəfə çıxışlarımda demişəm ki, Mehriban Əliyeva İlhamdan boşanmaq istəyibdi o vaxtı. O Bicbala onun atası var, Maşennik Arif Paşayev. O deyib ki, ay bala neyinirsə, gör sizə bir mənzərə göstərim hələ. Buna baxın, qocalara görün necə hörmət edir. Buna bax. Avropa dağılır silsiləsidir. Biri oturub kitab oxuyur, burada qocalar gedir, orada biri itlə gəzir. Mənzərəni görürsünüz, yaşayış. Aydındır, bax. Qocaları görün Kalaskada. Bizdə də qazimiz intihar elədi. Qazimiz baxımsızlıqda bıçağı ürəyinə soxdu. Xalq da oturub seriala baxır. Bu qəhbə hakimiyyətdir də. İlham Əliyev oğraşdır.
Mehriban da qəhibədir. Gəlinləri də qəhbədir. Bu peysərləri rədd eləməli də. Baxın Özdə görürlər, özləri sən kimi qəhvələri görələrində tapırlar. özləri kimi qəhbə baldızını qayıran Rauf Arifoğlu. And olsun Allaha Rauf Arifoğlu. Elə mən qohumu deyirəm. Bu oğraşı gör Elşad arxasını. Qohumundan danışır. Hə. Buyur. Oğraş deməli gəldi bizlə oturdu. Yeməyimiz adına həmişə bu gətirərdi. İndi qardaşım oğludur da. İndi bu anası qəhbə olsa da bu oğraş indi o vaxtı mən hələ qardaşımla incimişdim. Ondan sonra qardaşım mən də bilmirdim axı nəyə görə boşanıb. O da özünə görə kişidir. Durub boşananda mən də hətta şey eləmişdim ki, ay qardaş, sən kişi arvad boşanmazdı. Ondan sonra illər keçəndən sonra deməli qardaşım açdı dedi ki, bundan mən sadəcə dedim ona görə tutulmayım, məndə uşaqlar var. Uşaqları yəni namussuz, qeyrətsiz uşaqlar şey olmasın. Yəni uşaqlar başa düşməsin ki, anaları üzürlü hesab edirlər, qəhbədir. Yəni deməli bu anası qəhbəni Elşad bunu şey eləyibdilər ki, sən biznesin yarısını sən götürəsən, bir hissəsini mən bölübdülər. Yəni mənim malımı, mülkümü məni ged İlqarı zəhərləndir. Bu işləri bölüşdürək aramızda, şirkətdə sən idarə edəsən. Deməli, aziz qardaş, bu gəlir oğraş, namussuz, qeyrətsiz, gəlir bizlə oturur, çörək yeyir. Ondan sonra gecə saat deməli 2-nin yarısı bu həmən Şakir evdən qaçır çölə, bir böyük maşallah sağlığımıza qismət onsuz da gedəcəyik. Zaman gələndə böyük Rublovkada evim, eşiyim hamısını bu anaları qəhbə Qod Nisanovla Elman Bayramov zəbt eləyibdilər. Yəni zaman gələndə onların nəyi varsa biz zəbt eləyəcəyik. Hər şeyin vaxtı var. Səs gəlmir Elşad sən, səs gəlmir. Onların nəyi olub ki biz zəbt eləyik? Onların heç nəyi olmayıb. Bizimkilər də onların hamısı. Xalqdan oğurlanıb, onların heç nəyi olmayıb. Onların qəhbəliyi. Onlar ancaq forma tikməklə, qəhbəliklə məşğul. Onların heç nəyi yox. Bəyənin, paylaşın hamınız. Yəni hələ bir yarım saat buradayıq. Hələ yarım saat Elşadla, qardaşla söhbət məzələnəcəyik. Elşad bunların analarının, arvadlarının, qızlarının dilində tökəcək. Mən həmişə deyirdim Elşad söymə, ancaq deyirəm hal aldı sənə. Bundan sonra əlimdən gələn onsuz da bizi söyüş müxalifətinə bir fahişə bağlayıbdı ki, söyüş müxalifət. Yox, Qəhbənin balası İlham Əliyev görmədin necə söyüş söydü? Şərəfsizlər, namussuzlar. Mən deyir, səfirliyə bir dənə mən idim gedən. Görürsən, Qəhbənin balası İlham Əliyev adama necə yer eləyir. Səfirliyə bir dənə sən idin gedən, 2 dənə nədir o, motosiklet motorlu dron gəldi düşdü. Götümü dırırdın. Şərəfsizlər, mən sizin səfirliyə gəlmişəm, nə bilim, nə eləmişəm. Qəhbənin balası günün orta çağı bizi atıblar, nə eləməliyik? Özü sənin prezidentliyin dövründə. Nə ilə çıxıb deməliyik, cənab prezident, Allah canımı sağ eləsin. Göt oğlu göt, sənin palojdan, sənin borcun var bizə. Sənin İlqarla mənə borcun var. Başqa kimi asmısan bilmirəm. Haqqımızı yemisən, oğraş. Bizim haqqımızı yemisən, qəhbənin balası. Sən prezident olsan, bu günləri biz belə danışmazdıq. Sənin iş adamların kimdə qəhbə oğlu qəhbə. İş adamının özü də oğraş. Prezident deyir ki, iş adamıdır. İbrahim Nehrəmli kimi Savazmanis arvadını axranası qayıran qəhbənin balasıdır. Yoxsa Siirt tumanını eşiyən bölmədə Zakir Qarolov Dusyoğludur. Alkaşdığına görə qoylamışlar, gətirdin baş prokuror qoydun. Sənin olmayan qeyrətivə soxum İlham Əliyev. Sənin arvadının, qızının, gəlinimin dilini üstünə sileyim İlham Əliyev. Çünki bütün qəhbəliklərin başında sən dayanırsan. Sonra da dalımızda killer göndərsən. Qəhbənin balası göndər də killer. Bir can borcumuz var. Biz qaçıb gizləm deyil, bayaqdan danışıram bir saat, dala baxıram yox. Niyə baxım, qəhbəliyi eləmişəm, oğraşlıq eləmişəm. Bu anası qəhbə Vladislav Yusupov şeyə yazıb ki, Ramil Yusupova ki, İlqar Hacıyev gizlənib. Ona görə bir gəlib ərzi. Ay oğraş, bütün günü efirdədir İlqar Hacıyev. Dəfələrlə telefon nömrəmi demişəm. Demişəm, ay sözümüz var, zəng eləyin, danışaq. Namusumuz, qeyrətiniz olsun. Qaydaq o məsələyə, bu məni zəhərləndirdi, bu anası qəhbə zaur. Deməli, əziz qardaş, bu saat gecə 2-nin yarısı, bu həmən Şakir qaçır çölə, bu çöldə də mühafizəçilərim buna deyir ki, şef hardadır? Bu da qayıdıb deyir ki, şef yatır, dəyməyin buna, da şefə. Mişa da bilir mənim xəsiyyətimi, mən o atalarımız bizi öyrədib ki, qonağı evdən yola salarlar, qonağı qarşılayarlar. Necə yəni İlqara şef yatır? Yəni bu
Necə ola bilər? Deməli, buna o birisi mühafizəçilərə deyib ki, bunu saxlayın burada, bu Şakiri. Özü qalxıb yataq otağına, evdə böyük, qalxıb otaq gəzir məni. Yataq otağına gəlir, görür ki, mən orada yoxam. Düşür aşağı, görür ki, qardaş, saunada ölmüşəm mən. Yəni, saunada ölmüşəm. Nəfəs gəlmir, bir şey gəlmir. O da belə çox ciddi mühafizəçidir. Belə bəylər Eyüpov kimi cındır, şıltır yox. Mişa mənim ürəyimdir, həqiqətən də. Bunu nə qədər çalışdılar, qorxsunlar, nə pulu versinlər ki, bu mənə qarşı nəsə şəhid olsun, nəsə olsun. Fakt Mişa demişdi ki, siz qeyrətsizsiniz, sizin kim olduğunuzu mən bilirəm, kimsiniz. Nəsə, bu məni başlayar Marqansovqa, ayıldar, xəstəxana, o yan, bu yan. Əziz qardaş, bir həftə özümə gələ bilər, bilmirdim. Yəni, nə zəhər vermişdilərsə, bir həftədən sonra özümə gələ bildim. Sonra bu anası qəhbə bir gün içir, mən hardan bilmişəm, mən heç qabaq bilmirdim ki, bu eləyibdir. Heç vaxt inanmazdım, Ayşə. Yəni, bunu bilirdi ki, bir də Mişa mənim mühafizəçim, mən də düşmənlər sevinməsin, heç kimə deməmişdim bu sözü ki, kimsə məni zəhərləndirib. Deməli, Mişa bilirdi, həyat yoldaşım bilirdi. Çünki bir həftə itəndən sonra həyat yoldaşım da ailə deyir, hardasan, uşaq narahat, abisi narahat, obisi, bubisi. Nə var, mən dedim, zəhərləyibdilər, ya zəhərlənmişəm. Necə zəhər ola bilər ki, həkim baxanda deyirdi ki, belə normal adam sağ qalmaz. Sən o boyda, sənin bədənində zəhər var. Yəni, məsələ ondan gedir ki, bu içki içəndə oturub necə olubdur? Qardaşımla oturub, ata-bala oturub yeyib içirlər. Bu içib dəm olur və başlayıb danışmağa. Deyib ki, sənin qardaşın itdən canı bərkdir. Yəni, oğraşın sözünə bax, sözünü deyirəm, söz bəz. Oradan da bu təzə qardaşımın yoldaşı, yəni, bunlar kim olduğunu yaxşı qəşəy bilir. Naibə oradan eşidir və durur qulaq asır da, qadındır. Həm də zaps eləyir. Bu başlayır ki, mən bunu zəhərlədim, bu ölmədi, neynəmədi, qardaşım dəli olur, başlayır ağlamağa, deyib, ay namussuz, qeyrətsizsən, necə bunu, sən necə etmirsən bunu, bu sənin əmindir, hətta mən sizi atanda, boşayanda, bu sizə baxıb, bu sizi yetişdirib. Yəni, bu qeyrətsiz, ona görə deyirəm, hər nəsildə bir qəhbə olur. Bu, bizim nəsilimizin də qəhbəsi buzardır, anasıdır. Məsələ, bu oğraş gəlib öz doğma əmini girib evində zəhər verəsin. Yəni, bu adamlar İlham Əliyevin ətrafı belə çalışır. İlham Əliyev o götü baş. Onun da 100% bu yahudilər hamısını seks videolarını bunlar da çəkib. Çünki hamısı bir... Bunu da yağın ya anasından bir yerdə seks videosunu çəkibdilər, ya neyinibdilər. Allah olsun, bunlar bir-birinin baldızını, anasını qayıranlardır. Yəni, bu reallıq da, bu Ayşə, deməli bunu... Elə bilməyin ki, biz əsəbləndiyirik. And olsun Allaha, bu bir reallıq. Faktdan danışırıq, Püşüm əsəb. Əsəbə nə aidiyyəti var? Heç əsəbə aidiyyəti var ki, əziz qardaş. Püşüm əsəb. Əsəb 15 strokumuz var. Bir sadəcə mən çıxıb hamısı qəhbədir. Xalqımdan üzr istəyirəm. Bu gün sadəcə birinci, axırıncı dəfədir mən çıxıb söyürəm. Bu gün sadəcə dedim ki, qardaşımın kanalı mənim öz kanalımdır və çıxıb burada fahişə olduğunu açıq deməliyəm. Sən fahişəsən, sən namussuzsan, sən qeyrətsizsən, torba tikənsən, yəni şər böhtən atansan, cəmaatın ailəsini dağıdansan. Qardaş, bu adamlar Elşad və Kəmaləddin nazirliyində faktdır bu fahişəlik üzərə çıxdı. Bütün fahişəlik nazirliklər, bizneslər, hər bir yer, qardaş, bunlar hamısı arvadlarını İlhama verirlər, İlham qayırır arvadlarını, bunlar da özlərinin yeri götlərini verirlər və onun bunun qızlarını pozurlar, onun bunun uşaqlarını pozurlar. Yəni, bu ailə tək özləri yox, ətrafında olan nə qədər namussuz nazir var, iş adamı var, kimlər vardısa, bunların
gözlərindən qəbul eləyirlər. Bu şey var ha, orada qumar oynayır ha, Elman Bayramov. Onun imkan varsa onu kameraya qoy. Onu nerede oynayır şeylə pul qabağında. Onu qoy, ondan danışacağım 2 kəlmə. Bu burada stolda Elmar Məmmədyarovla ikisi bir yerdə yalayırdılar. Mən üzürlü hesab edeyim. Atel Ukraynada mənim altımdan çıxan qızları mən təzədən bir yerlərdə qız sonra gəlib danışır, deyir ikisi o çeredlə yalayırdılar səndən sonra. Bu uğraşlar. Elman Bayramovla bu Elmar Məmmədiyarov. Deməli, əziz qardaş, onun bu uğraşı bir balaca bəri çəksən yaxşı olar. Sifətləsəm bir. Deyəm, mən o birisi telefondan göstərim. Burada şey qoyanda şey olur. Deyəm, sən danış, mən indi o birisi telefondan göstərim. Deməli, bundan sən danışmısan. Bu uğraşın arvadı qəhbə sürücüsündən qaçıb. 2 milyon pulunu götürüb, qaçmışdı. Bu uğraşda deməli, indi o arvadı qəhbə qaçandan sonra o çalışır, öz yaxın dostu gəlir deyir ki, məni, ailəmi, yoldaşımı işə düzəlt, Vinzavodu sədrisən də. Deməli, bunu götürür işə Elşad. Öz dostun arvadını götürür işə. Orada gəlir deyir ki, at çəkməyəcəm, yaxşı qardaşlı istəmirəm. Orada gəlir deyir ki, sən mənlə yatmalısan. Ondan sonra o dost öldürürdü bu uğraşı. Zəng eləyib ki, namussuz, qeyrətsiz. Bu adamlar. Okay, wie lange darf man da stehen bleiben? 15 Minuten noch. Wie viel? 15 Minuten. 15 Minuten? Ja. Hier? Ja. Ja, braucht man da eine Scheibe oder? Du musst hier parkieren. Ja. Hier, sen danış. Rahat ol. Yəni bu Elman Bayramov Yaqub Eyübovun qohumudur. Yəni bu Rusiyada bazarda, Rusiyada bizim Azərbaycanlılarımız hamı bunu yaxşı tanıyır. Bu namussuz, qeyrətsiz arvadı o sürücüsünlə qaçan uğraşdı. Səs gəlmir Elşad, səs gəlmir. Park yerini soruşurdu, onu dedim. Heç nə, buyur, sən danış, mən şəkillər. Deməli bu uğraş arvadı qəhbə onun bunun ailəsinə sataşır. Onun bunun ailəsinə, yəni bu qumarbaz, narkoman, uğraş, şəxsən özü, Elşad, Allahımıza and olsun, özü deyib ki, İlham Əliyevlə belə daroşkalar eləmişik. Mən hardan bilirəm, mən İlham Əliyevdən narkotik eləməmişəm deyim. Bu uğraş deyib ki, bunların nəsli hamısı deyib, Leyla. Mənə yalvardı ki, Leylanı qayır, Leyla deyir səndən kəsir. Deyirdim, ay uğraş. Mən dədəsi uğraş olsa da mənim namusuma, qeyrətimə yaraşmaz ki, mən dədəsini tanıyıram, onun qızından əlaqəm olsun. Ancaq bunlar hamısı var yox, qayrlası bir namussuz, qeyrətsiz, şərəfsizlər. Bu deyirdi ki, Leylanı qayırdı, hə? Bu deyirdi. Qardaş canı deyirdi, bütün günüm sənin üstünə tullanır, deyir. Bu ona buna verir, apar sən qayır. Deyirdim ki, ay qardaş, siz onsuz namussuz adamlarsınız. Mən bu işləri bacarmaram. Yəni bu uğraş danışırdı ki, Mehriban kimə verdi. Polada bu mənə danışıb ki, Poladı Azərbaycandan qovubdular ki, Mehribanı qayırdığına görə İlham onu qovmuşdu Azərbaycandan Rusiya səfirliyinə. Artıq qocalandan sonra qaytardı. Yəni bu uğraş elə Ramiz Mehdievin boyunda olan Yaqub Eyübovun qohumudur. Deməli, oğlu prokuraturada işləyirdi narkoman. Yəni, bütün Moskvada, Rusiyada Azərbaycanlılar tanıyır bunu. Ona görə... Mənim qardaşım, belə deyək, demirlər ki, Ramiz Mehdiyev vətən xainidir. Bax, qardaş, bu bir. Ramiz Mehdiyevlə, necə səmimi şəkil, düzdür. Niyə bunlara bir şey olmur? Bu şey, götə oxşayan bu Amzella, buna götə oxşayır, bax. Göt Nisanov, Elqar yaxşı deyir, elə bu Göt Nisanovdur. Göt Nisanov, bunlar niyə həbs olunmur? Niyə? Bu fotomontaj deyil bunlar. Bunlar hamısı birbaşa Ramiz Mehdiyevə işləyən qəhbənin balalarıdır. Niyə bunlar həbs olunmur? Niyə qotdur, o birisidir, bu birisidir, götdür, mötdür? Bizi niyə geri zəkalı yerinə qoymaq istəyirlər ki? Demirlər Ramiz Mehdiyev vətən xainidir. Bu qotdur, o birisidir, Leylanı qayır deyəndir, bu
Bu Leylanın qayır Ay, deyən Elman adamı özü şəxsən deyib ki, Qod Leylanın bir yerini yalayıbdır. Elman şəxsən deyibdir. Mən Elmanın sözləridir. Dursunlar, çox zapislərdə məndə var Elman danışdığının. Bu oğraş, namussuz, qeyrətsiz. Bu Polat, mən nə bilirdim Polat Mehribanı qayırıb. Mən nə bilim Qod Leylanın kim? amcığını Polat da Mehribanı yalayıbdır. qayırıb. Polat da Ay, Mehribanı. yox, Leylanı deyib, Elman deyib. Hə, Mən deyə bilmərəm. Leylanı. Mən deyə bilmərəm. Oturub özü içəndən sonra, narkotik eləyəndən sonra oturub mənə danışırdı. Kim nə edib, kim kimə verib, kim nə qayırıb. Yəni bunlar hamısı namussuz, qeyrətsiz bir adamlardır. Yəni əziz qardaşım, bunlar başdan götür. Bax bu da mən. Orada bura çək. Yəni Leyla gələndə bütün günü bu tərəf, bax bu tərəf, bax fakt. Leyla Tahir Salaxov, bunu deyirlər İlhamın dədəsi budur. Tahir Salaxov bunun əlini öpür. Biraz bir çək. Polat Oğraş, ona bax. Tahir Salaxov Leylanın əlini öpür. Deyirlər, mən deyə bilmərəm, o qarantili söhbət deyil. Deyirlər, dədəsi şeydir. İlhamın dədəsi budur. O vaxt deyirlər, Zərifəni bu təliyibdir, bu qayırıbdır, deyirlər. Yəni, deyə bilmərəm, onu mən günah götürə bilmərəm. Ancaq başqa sözləri, fakt, mən bunların ətrafından bilmişəm. Mən bunlar danışdığını deyirəm. Yəni, bu Oğraş və Elman Oğraşov oturub, mən, Elman Oğraşov, German Götoviç oturmuşuq bir yerdə. Ramiz Mehdiyev bunlara orden verirdi. Və nəyə görə mən Azərbaycanlılar, hamı bilir ki, mən Azərbaycanda 11 min mənzil tikmişəm. Yəni Azərbaycanın kasıblarına ipoteka vermişəm. Yəni 215 manat akordda pul ödəyib Abşeron Gənclər Şəhərciyində evlər vermişəm. Nə qədər işçilərimə, nə kasıblara mən pay vermişəm. Heç vaxt mən çıxıb danışmamışam. Ancaq bu Qod Oğraş, namussuz, qeyrətsiz bir dənə bizim qazimizə bir dənə mənzil vermişdi. Onu reklam etdilər. Qod Nisanov nəm qaziyə mənzil veribdi, nəm onu veribdi. Bunlar, bax ona bax, bax Ramil Usubov, Zakir Həsənov, Qod Nisanovla bir yerdə oturubdular orada. Mənim 15 ilmi, bax, hamı deyirdi, Alyonanın dədəsi Qoddur. Və fakt 15 il mənim işimi, bax, bu oğraşlar, İlham Əliyev, Bəylər Eyübov, Zakir Qaralov, Əli Nağıyev, İlqar Abbasov, bu Qod Nisanov, German Zakaryayev, Ramil Usubov, bax, hamısı qəhbələr, kişi qəhbələri. Bunlar namussuz, qeyrətsiz, mənim malımı, mülkümü oğrayaraq, hətta mənə şərliyibdilər ki, 10 milyon İlqar Hacıyevə görbəkör olan Heydərin böyründə mənə pul veribdilər. Yəni, əziz dostlar, qardaşlar, bunu bilin ki, bu namussuzlar, bu qeyrətsizlər onsuz da xalqın qəzabına gələcək. Onsuz da zaman gələcək. Bunlar hamısı cavab verəcək. Xalqın qabağında da, bizim qabağımızda da. Çünki bunlar özləri İlham Əliyevin böyründə namussuzluq, qeyrətsizliklə bir yerdə bir-birinin arvadlarını qayra-qayra, bir-birinin qızlarını qayra-qayra, oğraşlıqla məşğul ola-ola, yəni durub özlərini, atlarını kişi qovdular, oliqarx qovdular. Hamınız İlham Əliyevin proklatkasınız. Proklatka, qadın proklatkası var ha. Bu qan gələndə qadında o tursiyi bulanmasın. Bunlar da Putin'den qan gələndə proklatka İlham Əliyevə qan gəlib düşməsin. Bu şeydən gələndə İlham Əliyevdən qan gələndə meskinləri o İlham Əliyev olanda gedib Putin'ə keçməsin. Yəni ortada olan qəhbələrsiniz. Siz kimsiniz? Sizin nə namusunuz var, nə qeyrətiniz var. Siz ancaq, bax Qod Nisanov faktla deyib. Raman Manaşırov onu tutturdu, 12 il iş verdirdi. Yəni iş verəndilər bunlar. Hamısı yəni xalqımız bilməlidir. Bu Məhərrəm Pakrovu pulunu aldılar, alçaltdılar, Rusiyadan deport edilədilər. Telman İsmayılovu çox gözəl, hörmətli qardaşdır. Hamı yaxşı bilir ki, Çirkezonda İlham Əliyev kurtka satanda Qod Nisanov turşi satırdı Telman bazarında. Yəni ondan sonra Telmanın torbasını tikdilər, Telmana cinayət işi açdılar.
Telmanı elədilər ki, güya ki Telman ölüm işindən bağlıdır. Kimisə öldürtdürmək istəyir. Ancaq qardaş, hara baxsan hər yerdə yazılıb ki, Qodnisanov lotular onu öldürdü, o birisi bunu öldürdü. Yəni bu fahişələr İlham Əliyevin fahişələridir. İlham Əliyev özü fahişənin böyüyü özüdür. Ətrafında da yığdığı adamları, namussuz fahişə adamları yığıb. Və o vaxtı bəzi trollar durub çıxıb danışırlar ki, deyir İlqar Hacıyev o vaxtı niyə danışmırdı? Mən danışmasaydım, mənim malımı, mülkümü, mən də oturardım, elə bunlar kimi oğraş olardım, bunlar kimi yaltaq olardım, oturardım elə o 24% yarım pay vermişdilər, güya it payı, oturardım, həm də mənim öz şirkətimə direktor demişdilər ki, get çalış. Yəni bunların götünə girən olsaydım, qalardım. Mən nəyə görə 2010-cu ildən Azərbaycandan çıxmışam, 16 ildir bunlarla müharibə aparıram. Yəni bunlar əlində polis və bu DTX-sı, prokurorluğun məhkəməsi, yəni bu boyda güclə Qodnisanovun milyardları nəyi? Mənim həqiqətim var, mənim malımı pulumu oğramısınız. Onu sizin balalarınıza qismət olmayacaq. Onsuz da mənim maşallah balaca oğlumun 4 yaşı var. Onsuz da hər şey hamınız kezib gedəsiniz. Hamınız onsuz da biz görmüşük Kadafiləri də, o birisi də, bu Siriyan prezidenti də, onların İlham Əliyev gedən kimi bütün ətraf sizi hamınızı bir-bir qayıracaqdılar. Yəni o qədər adamlara pislik etmişsiniz. Heç mən yox. O adamlar sizi, o adamların kimin ki ailəsini dağıtmışsınız, kimin ki narkotiklə şərləmişsiniz, kimin ki pulla şərləmişsiniz, kimin ki neynəmişsiniz. O adamlar, inanın mənə, onlar sizin haqqınızdan onlar gələcək. Ona görə namussuz, qeyrətsiz, yaramaz, şərəfsiz, küçüksünüz siz hamınız. Sizin kişiliyiniz yoxdur. Kişiliyiniz varsa çıxın, Elşad. Həmişə telefonun açıqdır. Bu namussuzlar sən, onsa bilirlər. Ekrana da qoya bilərsən. Bu namussuzlar kimsə mənlə danışmaq istəyirsə, pajaslı, mən Amerikadayam, Kaliforniyadayam, hər zaman gözləyirəm, hər zaman cırıqlar. Ay oğraşlar, mən sizi kimi 50 dənə axrananın arxasında gizlənmirəm. Bir dənə Allaha sığınmışam və deyirəm ki, sizi hamınızı bir-bir qayracıq. Bundan sonra nə poxlarınız varsa, Sadavod, bu bütün bazarlar, Food City, bu uğraşların nəyi varsa garantiya verirəm. Elşad qardaşın telefonuna göndərin. Bu yaramazların alçaqlıqlarını hər yerdə açmaq lazımdır. Bunlar bizim Azərbaycanlıların sağlıq padvallarında, Sadavodun padvallarında döyürlər, Food City-nin padvallarında döyürlər, zülüm gətirirlər. Yəni Moskvadan bizi baxan varsa yazsın orada. Mən biz demirəmsə fakt öldürsünlər. Arkadaş, bunlar İlham Əliyevin fahişələridir. Bu da oğraş, namussuz, qeyrətsiz, beqriyyət, namussuz. Bu məxluqdur, məxluqdur. Bu adam deyil. Bunun kişiliyi olsa, mən bunu qardaşlarını, oğraş qardaşlarına baxmırdı. Qardaşlarını maşınından tutmuş, evlərindən tutmuş, eşiklərindən tutmuş. Bu oğraş, Fuad Ələsgərov oğraşa Zakir Qaralov şəxsən mənə məcbur eləyib ki, bu oğraşın evini təmir elətdirib. Sənin də var yoxun belə olsun, Fuad Ələsgərov. İlham Əliyevin ətrafında nə qədər fahişələr var, nə qədər peysərlər var. Yaltaq, hamınızın var yoxunu xorum sikim. Üzürlü hesab etdiyin mən, əziz xalqım. Bundan sonra söz verirəm, bu Elşad qardaşın birinci və axırıncı verilişdir. Əmin olun, mən bunların səviyyəsinə düşəsi deyiləm. Sadəcə bir gün çıxdım, ürək sözlərimi dedim və Elşad qardaş, sənin bundan qabaq deyirdim ki, eldə söymən. Allah canımı sağ eləsin. Ya söymə. Mən özüm də söyüşə qarşıyam. Mən özüm səninlə, biz özümüz ikimizdə danışanda mən sənə nə deyirəm həmişə, mənim qardaş. Deyirəm söyüş yaxşı şey deyil. Yəni mən söyüş adamı deyirəm də. Mənim kimlə İlham Əliyev başqa bir şey qoymayıb ki, məhkəmə qoymayıb. Mən canlı yayım eləyirəm. Mən nə deyirəm? Deyirəm ki, Əli Nağıyev, Bəylər Əyyubov, Cavid Qurbanov, Fuad Ələsgərov,
nə bilim, Vilayət Eyvazov, yəni adını çəkdiklərim də hansı ki mənim işimdə əli olanlar. Deyirəm, ay anası arvadı qəhbələr, mənim haqqımı yemirsiniz. Gəlin mənimlə görüşək də, mən 1 saatdır eyni yerdə dayanıb maşını saxlamışam qardaş. Burada bilən bilir də Bazel çayın qırağıdır da. Mən eyni yerdəyəm, mən qaçıb gizlənmirəm ki. Eyni yerdən də canlı yayımı edirəm. Mən diaspora sədrinə 5 dəfə canlı yayım açdım. Mən yaşayan şəhərə gəlmişdi. Bazelə ki, ay arvadı qəhbə, gəl görüşək də. Anar Ələkbərov gəlir burada Alp dağlarına müraciət edirəm ki, qəhbənin balası Anar Ələkbərov. Gəl görüşək də. Heç biri gəlib görüşmür. Sonra deyir, niyə söylsən? Hələ peysərə atıb yaşamağa nə var ki? İndi İlqar Hacıyev indi deyir ki, Zakir Qaralov mənə deyib ki, get, bu 7 dənə qəhbə arvadı var. Hansı arvadın evini remont eləmişsən? Bunun arvadları Bunun qəhbə. bir qaynı var ha, Elmar Əliyev. Sənin də var yoxmu buradan sikim, Elmar? Hər bir mənim torbamı tikənlər, mənim ailəmə, mənim mülkümə göz tikənlər, İlham Əliyevə yaltaq, oğraş xidmət edənlərin, o arada hətta adlarını müxalifət deyənlər, yaltaqlar, oğraşlar. Bugün onsuz da axırıncı dəfə demişəm, bu mənim birinci, axırıncı söyüşümdür. Sikim hamınızın var yoxunu. Sizin hamınız beqiriyyət, namussuz, qeyrətsiz, əxlaqsız adamlarsınız. Siz peysərsiniz. Siz bilirsiniz ki, İlham Əliyev kimdir və onu qəbul edirsiniz. İlham Əliyevin böyründə birini şərləyirsiniz, birini tutturursunuz, birinə yaxa, birinə şər atırsınız. Hər birinizin var yoxunuz sikin buradan. Elşad, əziz qardaşım, bu onun şəxsən sənin Əlin Ağayev, sənin var yoxunu şəxsən mən sikim. Sən oğraş, namussuz, qeyrətsiz, şəxsiyyətsiz bir adamsan. Mən onsuz da demişəm ki, bəylər Eyübovun bir tulasısan. Sən oğraş, beqiriyyət bir adamsan. Sən bu boyda bizim xalqa zülüm gətirib, xalqın pulunu, malını, mülkünü əlindən almış oğraşsan. Hər biriniz Allahın qabağında cavab verəsiniz. Elşad, bu qədər. Bugün verilişimizi qapadaq. Qapadaq. Əlin Ağayev, and ol Allaha, Ramazanı gözləyirəm. Bu günləri yenə İlqar qardaşımı yenə deyirəm, bu kanal İlqarın öz kanalıdır. Əlin Ağayev, Ramazandan sonra Əlin Ağayev, qəhbə qızığın ağzından çıxartmayacam, bunu belə biləsən. Yaxşı? Əsyavuş Novruzovun da bir dənə var yoxuna salam. Bu Mir Fahişənin də var yoxuna salam. Tural Abbaslı, Rauf, məndən İlham Əliyevi yaltaqlıq eləyən Real TV-lər, obrisi oğraşlar, çıxıb mənə erməni deyən hamınızın ananızı, bacınızı, var yoxunuzu ermənlər silsin. Mən yox, ermənlər silsin. Ağzınıza versin ermənlər. Erməninin adını bizim qovursuz ki, erməni. Vaqif Xaçaturyanı xalqımıza zülüm gətirəni mən azad etməmişəm. Mən İlqar Hacıyev Türkoğlu Türkəm. Ancaq ermənilər sizin hər nəslinizi silsinlər. Siz namussuz, qeyrətsiz, kimisə ləkələməklə, kiməsə erməni deməklə, kiməsə oğraş, namussuzlar ləkələməklə düşünürsünüz ki, bu xalq artıq ayılmayıbdır. Xalq artıq ayılıb, bilir ki, Alyona kimdir, bilir Mehriban kimdir, bilir Mir Fahişələr kimdir. Yəni, xalq artıq gözü açılıb, yəni xalqın gözünü açdıq. Bundan qabaq xalq biri inanırdı, biri inanmırdı. Hələ Mehmana sağ olsun ki, Alyona'nın bu seks videolarını paylamır. İlqar, bunu bir Azərdən olan videolar da var ha. İlqar, qardaşımsan, bu videonun əsas kulminasiya nöqtəsinin 2 hissəsi. Mehriban Əliyeva, Cahangir Hacıyevlə qaçmağı, bir də Polad Bülbüloğlu'nun bazdığı. Bunu denən bu TikTok platformasında, YouTube kanalında da icazə var. Mənim YouTube kanalımda olan bütün videoları hər kəs paylaşa bilər. Yəni məndə şikayət yoxdur. Harada istəyirsiniz, kanal YouTube'da paylaşın, TikTok'da, Facebook'da və İlqar Hacıyev sensasyon, yəni şok bir xəbər verir ki, necə olub ki, İlhamla Mehriban küsülü olanda Cahangir Hacıyev onu aparıb işlədib. Onu bir də Polad Bülbüloğlu'nun dirən sağ olacaq. Buyur mənim qardaşım. Deməli, o mənim sözüm deyil. Onu 2 nəfər nə deyibsə onu deyirəm. Yəni çıxıb məndə bəzilərinin zapisləri də var.
çıxıb Cəlal, indi mən deməmişəm, Cəlal çıxıb konkret olaraq deyib ki, 14 kişini mən tanıyıram və 5 il Cahangirlə şeydə yaşayıbdı, həm Türkiyədə yaşayıbdı. O bir fakt. Yəni onu axtarsınlar, internetdə orada burada rastlarınıza gələ bilər. Cəlal Əliyevin sözüdür ki, bu Mehriban fahişədir, mənim bu qardaşım oğlu da loxdur. Və ikinci bu Mehribanı Polad qayırdığını mənə şəxsən Elman Bayramov deyib ki, Poladı o nazir olaraq niyə nazirlikdən atıb bunu səfir göndəribdilər. Mən yalan deyirəmsə, bax bu keçmiş prokuror var idi. Yəni bu o vaxtı Heydər Əliyevə çaşmışdı. Eldar nə idi o keçmiş prokurorun Zakirdən qabaq? Adı Pusat türmədədir. Onu tutdular, türməyə soxdular. Eldar Mahmudov. Yox. Eldar Mahmudov yox, şeydi, DTK. Kəlbəcərli idi özdə. Fakt nəsə qalb bilir kimdir. Onsuz da onu nakazat eləmək üçün səfir göndərmişdilər. Polad nakazat eləmək üçün Mehribanın qayırdığına görə Elman Bayramov deyib ki, onu səfir göndərdilər. Eldar Həsənov. Bu fakt mən sonra bu Adil Əliyevin qardaşını səfir göndərmişdilər, Məhərrəm Əliyev. Yəni faktları deyirəm ki, bu səfir göndərmək bu vəzifədən, o cəzalandırmaqdır. Yəni o şey eləmək deyil. Poladı da Elman Bayramov deyir ki, fakt İlham Əliyev gəlib üstünə çıxmışdı. Necə Mehribanla Polad qayrışırlar və dəli olmuşdu, bunu səfirliyə göndərir. İkinci də mən nə bilirəm ki, Leylanı qayırır. Yəni bunu fakt mənə Elman Bayramov danışıbdı. Narkotik iliyəndən sonra oturub konyakdan mıxlayırdı və bu hamısı zapislər, çoxdur zapislər məndə durur. Mıxlayanda oturub bunları hamısını götüb boş, ağzı boş danışırdı. Qardaş, kim niyə bilmir ki, Kamaləddin Fazilin arvadını qayırıb nazir qoymuşdu. Yəni Azərbaycanda sistem, yəni qabağa getmək istəyirsənsə, sən niyə buradayıq? Çünki biz belə axlaqsız adamlarla ailəmizi yaxın buraxmarıq. Ancaq bunlarla ailəni qabağa, İlham Əliyevin qabağına aparıb təliyirlər ki, yəni bu adamlar nazir olsun, oliqarx olsun. Ona görə xalqımız bilin, tanıyın. Bu əxlaqsız ailə sizi idarə edir. Bu əxlaqsız ailə, yəni bunlar namussuz, qeyrətsiz adamlardır. Bunların ətrafında da olanlar hamısı bir-birinin arvadını qayıran, bir-birinin qızlarını ortaya çıxardan, vəzifə üçün qızlarını da ortaya qoyurlar, arvadlarını da ortaya qoyurlar. Yəni İlham Əliyevin götünə girmək üçün bilin ki, İlham Əliyevin böyründə ancaq yaltaq və oğraş, namussuz, qeyrətsiz adamlardır. Siz xalqım sağ olun, bilin və zaman gələndə hepimiz bir yerdə türklərin sözü olmasın, bunlardan hesabatı soruşacağıq. İlham Əliyev diktator Azərbaycanı qovub qaçanda onda bunların ətrafı xalq məhkəməsinə çəkiləcək bunlar. Ona görə çox sağ olun, bu qədər, özünüzü qoruyun.